Salam dostlar, bugün sizlerle beraber böyle duvar şokoladının tadına bakacağız. Böyle çakmadır bence bu. Yazılı bölümünde Taste of Dubai. İçinde de akışkan olduğunu görsətmir. 2 manat neçə qəpiyə falan almışıq. Reklam değildir. Gördüm, merak elədim. Orada farklı böyüklüklər də var idi. Dedim alım. Gəlin baxaq bacımın dadına. Çok merak ederim. Açıram, əriməyib şükür. İstidən bayılıram. Gözəldir şəkli. Amma üzərində hər hansı bir şəkil yoxdur. Yəni Ben bakabilirim birinci tadına. 2'ye böldük. Yumuşuyub. Amma məncə qəşəngdir için. Ben de Yəni böyle akışkan oldum. olduğunu görsətmirdim. Anne, çoxunu sən aldın, balacasını mən aldım. Beğendim. Beğendim. Yani. Yani üstü Nutella kimidir. Həqiqətən Nutella dadı verir. Amma içim yəni az kadayıf, amma ən çox Antep fıstığının dadı gəlir. Karışka var. Yəni Antep fıstığının dadı açıq ortadadır. Bak ne Olsun güzel. da qarışqa. Çok güzel. 10 üzerinden 8 verirəm. 7 verirəm. O üzerinden Yuh. Biz dostlar biz beğendik. Öpürəm sizi. Bay bay.